Davam edirik Aytaç xanımla. Aytaç xanım, xoş gördük. Tanış müəllimə. Aytaç xanım, bizə anlayışın çıxarılması üsulu haqqında danışın. Anlayışın çıxarılması, yəni bu əsasən induksiyaya əsaslanır və müəllim bir neçə söz yazır və onun ümumi cəhətlərini soruşur. Şagirdlər də ona aid olan xüsusiyyətləri deyərək aralarında bir ortaq nöqtə tapmağa çalışırlar və bir sözlə ifadə etməyə çalışırlar. Yəni qısaca ümumiləşdirmə edirlər. Xüsusiyyətləri ümumiləşdirmə, qruplaşdırma, nəticə çıxartmaq yaxud müstəqil şəkildə anlayışın çıxarılması ilə. Doğrudur. Sinektika üsulu necə tətbiq olunur? Sinektikaya yenə bir mövzu verilir və müzakirə olunacaq bir mövzu verilir, təşkil edilir, yaxud belə desək. Və həll yolunun tapılması üçün müzakirələr edilir və müsbət və mənfi tərəflər deyilir. Bu xüsusiyyətlər nədir? Dinləmə mədəniyyəti, əsaslandırma bacarığı, başqalarının fikrinə hörmətlə yanaşmaq, yaxud məsələnin həllinə yaradıcı yanaşmaq və s. Doğrudur. Bəs əçar məqamlar hanı biz yazdırdığımız? Problemin optimal həlli, fikrin interpretasiyası, təfəkkürün hər üç növü var və müzakirə üsulu. Bayaq nə yazdıq ona aid? Nəsə yazdıq desin. Bəli. Problemi irəli sürən şəxs və yaxud qrup ona maraqlı gələn həll yolunu seçir və fikrini əsaslandırır. Çünki bu məqam düşmüşdü MİQ imtahanında. Keçən dəfə unutmuşam demək, ona görə indi yadıma düşdü dedim. Yəni hansı məqamlar imtahana düşürsə onları yazırıq biz. Amma digər hamısı PDF-də də var, izahlarda da var. Bir də bizə danışın BB üsulu haqqında. BB üsulu əvvəl onu deyim ki, 45 dəqiqədən daha uzun da çəkə bilər. Açılışı bilirəm, istəyirəm, bilim, öyrənimdir. Müzakirə üsuludur. Təfəkkürün hər üç növü var. Əsasən əvvəlki bilik və təcrübə ilə yeni biliklər arasında əlaqə yaratmaq üçün istifadə olunur. Düşüncəni optimallaşdırır, motivasiya yaradır, özünə inamı artırır. Motivasiya yaradan üsul BB-dür. Yox, xeyr. Necə? Motivasiya yaradan üsul BB üsuludur. Xeyr, motivasiyanın sadəcə... Şagird maraqlarını ölçürük də burada. O beyin həmləsidir, bəli. Şagird maraqlarını, çünki uşaq deyəcək ki, nəyi bilmək istəyirəm, yəni marağı nəyədir, nəyi öyrənmək istəyir, nəyi bildik. Hansı üsuldan söhbət gedir. İdarə etmə, öyrətmə. Rollu, sümrəsi. Hansı üsul idi argumentlərlə iş? Debat. Hansı üsul idi? Burada deyirdik ki, problemi irəli sürən şəxs problemi ilə bağlı həll yolunu özü seçir və fikrini əsaslandırır. Şəxsi konseptual anlayışı qurmağa kömək edir. Şəxsi konseptual müzakirə xəritəsi. Hansı üsul idi? Deyirdik ki, özünə inam hissini stimullaşdırır. Beyin həmləsi. Hansında deyirdik ki, müzakirəni stimullaşdırır. Debat. Müzakirə adı üzərindədir. Müzakirə xəritəsi. Hansı üsulda dedi ki, şagird maraqlarını ölçür, refleksiya üsullarıdır? 3-2-1, bir də BB. Hansında dedi ki, şagirdlərdə maraq, motivasiya oyadır? Beyin həmləsi. Fikrin lakonik ifadəsi? Klaster. İnduksiya, deduksiya hansılarındaydı? Klasterdə deduksiya, anlayışın çıxarılmasının induksiya. Hansında dedik ki, anlayış və xüsusiyyətlər arasında ortaq nöqtə tapıb ümumiləşdirmə aparır? Anlayışın çıxarılması. Bəli, əla, tamamilə doğru. Əla, Aytaç xanım, sonra kiminlə davam edək? Ləman xanımla davam edək. Xoş gördük Ləman xanım.